Salam, Möcüzəm Vlog kanalına xoş gəlmişsiniz və bu kanaldakı ilk videomdur. İlk videomu favorit sifarişlərimlə açmaq istədim və bu bizim anti yağımızdır, yağ çözücüdür və çox güclüdür. Yanında pıs-pısı ilə birlikdə gəlir. Digər məhsullar isə ətirlərdir, çoxsu ətirlərdir və xırda bir dəstimiz, məsələn üz yuma geli, skrabı və toniki bu dəst formasını alıb yeni il hədiyyəsidir. Digər ətirlərdə özüm yaxınlarıma hədiyyə edəcəyim hediyələrimdir və yanlarına evdə əl kremlərim də var. Hərəsinə bir əl kremi qoyub Murmur ətirimizin seriyasından olan əl kremlərdən istifadə edəcəm. Yanlarına hərəsin bir əl kremi qoyub paketləyib hədiyyə etməyi düşünürəm yaxınlarıma. Və keçirik vlogumuzun davamına. Bu günlərim uşaqlar üçün belə sobada kartof qızartmışdım. Uşaqlar çox sevirlər. Həm yağ, az yağ istifadə olunur, sağlamlıq baxımından yaxşıdır. Amma içində tomat olan bir şey nə dərəcə sağlam olur, o biraz tartışılır məncə. Uşaqlar çox bəyəndilər. İstəsəniz gələn səfər hazırladıqda bunun ətraflı videosunu da çəkərəm. Keçid edirəm, sizə soğuzumu göstərirəm və bunu da yoldaşım üçün, yəni ailə üçün, axşam yemək üçün hazırlayırdım. Əsas yoldaşım bəyəndiyi bir şeydir. Mən sarı kökü yeməklərdə çox istifadə edirəm. Bəs siz necə? Sarı kökü nə dərəcə istifadə edirsiniz? Burada da sozum mal ətindən sozdur. Bizim evdən çox mal əti istifadə olunur. Yeməyin kartoflarını əlavə edirəm. İndi də sizlərlə birlikdə fabrikdən aldığım yeni yağ çözücümü test edirəm. Qeyd etmək istəyirəm ki, bu məhsulu istifadə etdikdə mütləq ki, əlcəkdən istifadə etmək lazımdır və istifadədə püskürdürük və bir neçə dəqiqə istifadə etdiyimiz səhvdə onu biz saxlamalıyıq. Təxminən 10-20 dəqiqə arası baxır ləkəyə. Bu da nəticə parıldayır və keçirəm sizinlə birlikdə doğğa bişirməyə. Bizim evdə doğğa da çox istifadə olunur, çox yeyilən bir məhsuldur. Siz necə hazırlayırsınız? Mən əvvəlcə qatığı su ilə açıb, ondan sonra içinə düyü ilə yumurtanı qarışdırıb açıb tökürəm. Bir dənə yumurta istifadə edirəm, çox yumurta istifadə eləmirəm. Sonra düyü bişənə qədər daimi əlimi dayandırmadan qarışdıra bişirirəm və daha sonra istifadə eləyəcəyim göyərtini əlavə edirəm. Göyərtidə mən mütləq dağ kişnişini istifadə edirəm və dağ kişnişinin ətrini çox sevirəm. Doğğaya ən çox yaraşdırdığım göyərtidir. Ondan da əlavə adi kişniş, ispanaq istifadə etmişəm. Bir də biraz da şüyüd istifadə etmişəm. Göyərti də pişdikdən sonra mən qazın altını keçirdib bir müddət istisi, demək olar ki, ilk istisi çıxana qədər qarışdırıram. Ən axırda da duzunu əlavə edib dadına baxıram. İlk vlogum bura qədər idi. Axıra qədər izlədiyinizə görə təşəkkürlərimi bildirirəm. Like etməyi və abunə olmağı unutmayın.